Salam, hər vaxtınız xeyir uşaqlar. Bu gün sizinlə yeni bir məsələ həllinə baxacağıq. Deməli, sual belədir. Biz ədəd daxil etməliyik və o ədədin palindrom olub-olmadığını yoxlamalıyıq. Əgər palindromdursa yes, palindrom deyilsə elə bil no verməliyik ekrana. Əvvəlcə izah edeyim palindrom nədir? Palindrom odur ki, bir ədəd fikirləşin. Sağdan sola və soldan sağa eyni cür oxunur. Məsələn, 121. Sağdan sola da 121 oxunur, soldan sağa da. Ya da ki 12321 olsun. Məsələn, sağdan sola da, soldan sağa da eyni oxunur. Amma məsələn 100-ün özü məsələn palindrom deyil. Elə bil ki soldan sağa 100 oxunur, sağdan sola da ki 001 oxunur. Palindrom deyil. Yəni indi bunu yoxlamalıyıq. Deməli, nə tər edirik? Skanner klassının skanner obyektini yaradırıq. Input daxil etmək üçün də o. Hə. İndi rəqəmimizi daxil edirik. int ədədimizi daxil edək. Ədədimizi daxil edik. İndi biz burada string daha doğrusu string obyekt yaradacağıq. Yeni bir string daha doğrusu dəyişən yaradacağıq. Onun elə bil ki, həmin o daxil etdiyimiz ədədi stringə çevirib elə bil ki, onun üzərində iş aparacaq. İndi yazaq göstərəcəm. S bərabərdir integer klassının toString metodunu çağırırıq və number-ı onun içinə göndəririk. Yəni burada toString metodu elə bil ki, həmin o number bir dənə dəyişən qəbul edir, parametri qəbul edir. Həmin o parametri ancaq int tipində olmalıdır, integer tipində olmalıdır. Onu elə bil ki, stringə çevirir. Eyni şey ekrana verəcək, sadəcə stringə S elə bil burada string tipində olacaq da. Onun içinə nəyə göndərsək, həmin o göndərdiyimizi string tipinə çevirir və elə bil geri qaytarır. Ondan sonra deməli nə edirik biz? String S bərabərdir integer.toString number yazandan sonra for döngüsü yaradırıq və i bərabərdir 0, i kiçikdir s.length bölünsün 2 yazırıq. İndi göstərəcəm nəyə görə. İndi deməli biz bunu belə yaza bilərik. Məsələn, fikirləşək ki 12321 olsun. Ya da ki 123.321 olsun məsəl üçün. Bunun palindrom olduğunu belə bilmək olur. Məsələn, bax birinci ilə axırıncı bir-birinə bərabər olmalıdır da. Sonra ikinci ilə bu axırdan ikinci bir-birinə bərabər olmalıdır. Bir də üçüncü ilə axırdan üçüncü bir-birinə bərabər olmalıdır. Belə-belə getməlidir. Yəqin ki, başa düşürsünüz nətər olur. Məsələn, bura lap biraz böyüdək, məsəl üçün rəqəmin özünü. Məsəl üçün burada məsəl üçün birinci ilə bunun özü də palindromdur da, elə bil ki. Birinci ilə axırıncı bir-birinə bərabər olur. Sonra ikinci ilə axırdan ikinci bir-birinə bərabər olur. Üçüncü ilə axırdan üçüncü, bir də dördüncü ilə axırdan dördüncü bir-birinə bərabər olur. Məsələn, mən burada durub, məsəl üçün indi bu rəqəmi yazsaydım, məsəl üçün 1201 yazsaydım, bu ədədi yazsaydım. Birinci ilə axırdan birinci bərabər olur. Amma ikinci ilə axırdan ikinci bərabər olmur deyə burada avtomatik dayanır. Yəni palindrom olmur. Ekranı no verir də, elə bil ki. Onu da belə yoxlayacaq deməli. Deməli, nə edirik burada? Burada S length bölünsün 2-ni ona görə yazdıq ki, indi göstərəcəm. Məsələn, S nöqtə char at i bu ininci indeksdə olan simvoludur. S-in, elə bil ki, S stringinin ininci indeksdə olan simvoludur. Elə bil ki, belə yazırıq. Elə bil ki, if yazırıq. If-in içində if S nöqtə char at i elə bil ki, bərabər deyilsə s nöqtə char at elə bil ki, s nöqtə char at s nöqtə length çıxılsın i çıxılsın 1. İndi deyəcəm nəyə görə 1 olur. Bərabər deyilsə avtomatik break eləsin. Elə bil ki, break eləyəcək. Ekranda sistem println no verəcəkdir. Daha doğrusu birlikdən əvvəl yazaq, error verməsin. Else-də yazmağa ehtiyac yoxdur, yəni. Sonra deməli bir dənə belə bir şey yaradırıq burada. Boolean yaradırıq. Bura situation adlı bir dəyişən yaradırıq. Yəni vəziyyəti təyin eləsin də. Bura birinci başlanğıc olaraq false qiyməti verək. Başlanğıc olaraq false qiyməti verək. Ya da ki elə true verim. True verək deyəcəm nəyə görə. Buradakı false elə bil ki, əgər bərabər olmazsa situation bərabərdir false olsun. Kodu yazım, izah edəcəm hamısını. Sonra if situation yazırıq. System out println yes. İndi izah edeyim. Baxın,
Burada nəyə görə s.length bölünsün 2 verdi? Yəni onu izah edeyim. Bax, məsəl üçün burada görürsünüz ki, elə bil hər döngüdə yoxlayır da. Məsəl üçün if-i hər dəfə yoxlayır. i-nin 0 qiymətinə, sonra 1 qiymətinə, 2 qiymətinə yoxlayır. Burada məsəl üçün görürsünüz ki, char at i bərabər deyil s.char at s.length çıxılsın i çıxılsın 1. Yəni burada bir məsəl üçün ta ki belə deyək də, biraz aralı-aralı yazın, başa düşəsiniz deyə. Məsəl üçün də 2 1. Məsəl üçün bu ədəd 2 var, bu ədəd 2 var. Və məsəl üçün i-nin 0 qiymətində və birinci bunu yoxlamalıdır. Bununla bunu yoxlamalıdır, düzdür? Və bundan axırıncı ilə birincini yoxlamalıdır. Sonra ikinci ilə axırdan ikincini yoxlamalıdır. Burada i başlanğıcda 0 olur. Yəni s.char at i, yəni i-inci indekslə axırdan i-inci indeks. Yəni ona görə istifadə olunur. Məsələn biz burada nəyə görə? Məsəl üçün char at pieces ki, indeksləmə 0-dan başlayır da. Ona görə s.length çıxılsın, i çıxılsın 1 yazdıq. Məsəl üçün i-ninci ilə axırdan i-ninci. Yəni 0-cı ilə axırdan 0-cı. Yəni bu 0-cı indeksdir. 0-cı indeks. Axırdan 0-cı da budur. Amma biz burada yəni ona görə s.length çıxılsın i-ni ona görə yazdıq. Məsəl üçün 0-cı budur. 0 1 2 3 4 5 6 7. Yəni 7-ci də budur da. Uzunluğu da 8-dir bu stringin. Bunun uzunluğu da 8-dir. S.length 8 olur. Elə bil ki 8-dən 0 çıxır, 8 olaraq qalır. Amma 8-ci indeks yoxdur da fakt. 7-ci indeks var maksimum. Ona görə 1 çıxırıq ki, yəni indeksləmə 0-dan başlayır, 1 çıxmalı oluruq. İndi məsəl üçün burada i 0-dır da, düzdür? i 0-da məsəl üçün gəlir 0-cı indeksinə, məsəl üçün s.length 8-dir də, 0 çıxır 8 edir, 1 çıxır 7. 7-cini yoxlayır. Sonra i bərabər olur 2-yə. Görür, məsəl üçün də bərabərdir, if-in içinə girmir, ötürür. Sonra keçir i2 olur. Daha doğrusu i1 olur. i1 olanda s.char at 1, yəni birinci indeksasıdır, 2-dir də, düzdür? Birinci indekslə gələcək s.length çıxılsın, i çıxılsın 1, yəni 8 çıxılsın 1, çıxılsın 1. 6-cı indeks. 6-cı indeks də budur. Bununla 6-cı indeksə ikinci indeksi yoxlayacaqdır. Sonra təzədən i bərabər olacaq 2-yə. İkinci indekslə elə bir 8-dən çıxır 2-ni, çıxır 1-i 5. 5-ci indeksi yoxlayacaqdır. Ondan sonra əgər hamısı bərabər olarsa, bu if şərti var ha, if-in içinə, if blokun içinə girməyəcəkdir. Elə promoy forun içinə dönəcəkdir, sonra heç bir dəyişiklik eləmədən çıxacaqdır. Sonra situation-da ona görə yaratmışıq ki, başlanğıc olaraq true vermişik. Yəni dəyişməyib də, yəni yes versin ekrana. Yəni if situation ilə bu true da, bu true mənimsətdiyi üçün özünə, yəni bu if-in içinə girəcək, if blokun içinə girəcək və yes ekrana verəcək. Məsələn biz bura 1 2 3 4, bura məsəl üçün 5 versəydik, gələcəkdi 1 ilə 1-i yoxlayacaqdı, 2 ilə 2-ni yoxlayacaqdı, 3 ilə axırdan 3-cünü yox, 3-cü ilə axırdan 3-cünü yoxlayacaqdı belə. Amma bura gələndə görəcəkdik ki, bu buna bərabər deyil. Bu buna bərabər deyil deyə, bu if blokun gördünüz bu şərti ödədi də, bərabər olmur axı. Elə bil ki, bu da 3-cü ilə, bu 3-cü ilə axırdan 3-cü indeksləməyi gözləyirəm də indi. Bir-birinə bərabər deyil. Bərabər olmadığı üçün də bunun içinə girəcəkdir. Avtomatik system out print line no verəcəkdir. Yəni palindrom olmadığını ekrana verəcəkdir. Ondan sonra situation-a false verəcək ki, yəni sonra bura qaydanda, yəni false-da vəziyyət, yəni false-dur. Yəni palindrom deyil. Yəni ona görə bu döngünün içinə girib yes verməyəcəkdir. Bu elə bil ki, daha doğrusu bu şərt. Bu şərt palindrom olduğunu bildirir. Yəni bu əgər situation true olarsa palindrom olduğunu bildirir və ekrana yes verir. İndi burada elə bil ki, situation false dəyərini verəcəkdir. Sonra break eləyəcək, dayandıracaq. Çünki bir dənəsi bərabərdirsə, daha sonrakini yoxlamağa dəyməz. Yəni ona görə elə bil ki, belə yazırıq, break veririk və for döngüsü dayanır. Ondan sonra situation false olur. Avtomatik bu döngünün isə bir dəfə girəcəkdir. False olduğuna üçün false dəyərini mənasında çıxacaqdır buradan. Burada da heç girməyəcək. Çünki if-in içinə bura əgər şərt qəbul olunan yer false olarsa, yəni şərtin içinə girmir. Yəni şərtin içinə girməyəcək və no olaraq da ekrana verəcək. Bu s.length bölünsün 2-ni nəyə görə yazırıq? Yəni məsəl üçün bura elə bil ki, bu 4 dənədir. Məsələn 8 dənə dəyişən var da burada. 8 dənə şey var da burada. Nədir onun adı? 8 rəqəmlidir də bu. 8 rəqəmlidir də bu ədəd, düzdür? Yəni bununla bunu yoxlayacaq. Bununla sonra bunu yoxlayacaqdır. Sonra bununla bunu yoxlayacaq. 3 ilə, sonra 4 ilə 5-i yoxlayacaq. Yəni yarısına qədər gələcək də bunun. Yəni sonradan da durub bununla hansını yoxlayacaq? Yoxdur axı məsəl üçün. Ya bununla təzədən bura qayıdıb yoxlamağı, bununla bunu yoxlamağı mənasız olur. Yəni bura qədər gəlib yoxlayacaqdır, qutaracaqdır. Yəni daha bir də bura getməyə ehtiyac yoxdur.
Ona görə bölünsün 2-dir. İndi məsələn deyə bilərsiniz ki, bəs cüt saylarda tək sayda olsun olar. Məsəl üçün 1, 2, 3, 4, məsəl üçün 5, sonra 4, 3, 2, 1. Burada da həmçinin. Elə bil ki 9-dur. 9-u 2-yə böləndə integer tipi deyə 4 verəcək. 4,5 eləyir, tam hissəsi 4 olur. Yenidən 4 dəfə gəlib yoxlayacaq. Elə 1 ilə 1-i yoxlayacaq, 2 ilə 2-ni yoxlayacaq, 3 ilə 3-ü, 4 ilə 4-ü. 5-in özü elə ortada deyə 5 ilə elə bunun özü bir palindrom sayılır da. Yəni ortada tək sayda deyəsə ortadakına baxmağa ehtiyac yoxdur. Əsas o qıraqdakılar, yəni 4 ilə 4-ə, 3 ilə 3-ə baxmaq lazımdır. Yəni məsəl üçün proqramı çalışdıraq bir dənə. Evet, daxil edək. Məsəl üçün 1 2 3 3 2 1 məsəl üçün. Gördünüz, yes verdi. İndi mən buna uyğun olmayan bir şey verir. Məsəl üçün 1 2 3 4 5 məsəl üçün də 3 2 1 3 2 1. Gördünüz, no verdi. Yəni əsas bir şeyi başa düşmək lazımdır. Əsas bunun içində başa düşmək lazımdır ki, niyə situation true yaratdıq, niyə false verdi. False ona görə verdi ki, bu yəni situation elə bir ki, onun palindrom olub olmadığı bir vəziyyət deməkdir. Yəni burada başlanğıcda true verir default olaraq. Əgər bərabər deyilsə, avtomatik false edir və ekrana no verir, false edir və dayandırır. False verdiyinə görə bu blokun içine girmeyecek. If blokun içine girmeyecek. Ümid edirəm ki, hər biriniz başa düşdünüz. Videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.